Məhərrəmov Elməddin Şahlar oğlu 13 noyabr 1999-cu ildə Seyəzən rayonu Məşrib kəndində anadan olub. Azərbaycan ordusunun əsgəri olan Elməddin Məhərrəmov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib, rəşadətlə döyüşüb. 6 noyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasında şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elməddin Məhərrəmov ölümündən sonra Vətən uğrunda Vətən müharibəsi iştirakçısı, Kəlbəcərin azad edilməsinə görə cəsur döyüşçüsü və Füzulinin azad edilməsinə görə medalları ilə təltif edilib. Elməddin Məhərrəmov Şahlar oğlu Seyəzən rayonu Məşrib kəndində dəfn olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.